Qobustan rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününün 33-cü il dönümünə həsr olunmuş tədbir baş tutub. Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Qobustan rayon Gənclər Evində davam edən tədbirdə dövlət himni səsləndirilib. Ulu öndərin və vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm mərhələ olduğunu vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə və davamlı inkişafın təmin olunmasına zəmin yaradıb. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan və 44 günlük vətən müharibəsində əldə olunan tarixi qələbədən də bəhs edilib. Tədbir Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Qobustan rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.